Videoma xoş gəlmisiniz. Hər birinizi yeni vlogumda xoş gördüm. Çoxdandır deyəndə son 2 vlogu səssiz çəkmişəm deyə sizlərlə danışmaq üçün çox darıxmışam. Nəysə, deməli bugünkü vlogumuz nə ilə bağlıdır? Bugünkü vlogumuzda sabahlayacağıq, həm də 11 ayın sultanı Ramazanı qeyd edəcəyik. Yəni oruç tutacağıq başda olmaqla. Çoxlu ibadətlər edəcəyik, kompüterdə işlərim var, onları görəcəyik və ən əsası dərs oxuyacaq. Bir də üzümüzə baxım eləyəcək. Çünki son 3 gündə üzümə baxım eləyirəm. Nəsə hiss eləyirəm, dərim gözəlləşir. Elə düşünürəm. Bu arada krem də gözümün qabağındadır. Bu kremi sizə göstərim. Nəmləndirici olaraq bunu istifadə edirəm. Apteklərdə satılır. Çox adam tərifləyir, ona görə mən də yoxlamaq qərarına gəldim. Üzümü tətbiq edirəm. Son 3 gündür çox qəşəng nəticə görürəm. Nəysə, dediyim kimi bugün sabahlayacağıq. 11 ayın sultanı Ramazanı qeyd edəcəyik. Bayramınız, yox, hələ bayram deyil əslində. Belə desək, Allah tutduğunuz oruçları, etdiyiniz ibadətləri hər birini qəbul eləsin. Ən əsası sağlam olmağınızı arzu edirəm. Allahdan sizlərə sağlam can arzu edirəm. Tutduğunuz oruçlar inşallah qəbul olar. Nə istəyiniz varsa hansı qəbul olar inşallah. Neysə, videoma like atıb kanalıma abunə olmağı unutmayın. Deməli, duş qəbul elədim. Yəni qüsl aldım. Həm də duş qəbul elədim. Daha sonra pijamamı geyindim. Baxın pijamama. Güzel sizdə. Qəşəyir məndə. Altından da crop geyindim. Dedim, belə də ayaqlı. Belə də qəşəyir əslində. Bir də bağlayaq istəyirsiniz. Belə qəşəyir. İndi isə nə edirik? İndi saçımı qurudacağıq. Saçım sudur. Koftaya su gəlir, pijamanın koftasına. Ona görə saçımı qurudacağıq. Baxım eləyək, saçımı qurudaq. Kofe dəmləyək. Əslində çox yuxum yoxdur. Çox sağ olsun mənim balaca bacım Femida. Son 2 gündür məni rahat yatmağa icazə vermir. Nəysə canım sağ olsun, mən onu çox sevirəm. Mamaya verdim, özüm getdim, duş qəbul elədim, gəldim. İndi götürüb gətirəcəm, onu da sizlərə göstərəcəm. İndi saçımızı bir yerdə qurudaq. Amma öncəliklə kompüterdən nasit açaq, yəni dini musiqidir, nasit. Ümumiyyətlə, bilirsiniz necə, Ramazan ayında sanki daha başqa insan oluram da. Çünki bu ay mənə o qədər xoş gəlir. Bu ay özümü necə deyim, çox yaxşı hiss eləyirəm. Ümumiyyətlə, oruç tutanda belə özümü çox enerjik hiss eləyirəm. Mən qətiyyən oruç tutanda acmıram. Bir damcı susama ola bilər, onu da idarə eləyirəm. Yəni, belə. Neysə, saçımızı qurudaq, çox danışmayaq. 3 dəqiqə 10 saniyədə danışıram. Danışmaq istəyirsiniz. Yəni, istəyirsiniz ki, mən sizdən ancaq söhbət edeyim. Ona görə danışaq. Saçımı qurudam. Fenimi çıxardım. İndi bu ışığı da çıxartmalıyam, amma eləyə bilmərəm. Bir dəqiqə ucilnitir gətirim. Feni taxdım. İndi saçımı izləyib baxım eləyək. Gör necə sadiqəm bu spreyimə. Canımdır, güzəliyimdir. Bu sprey saçıma həm qəşəng qoxu verir, həm də ki, nətər deyim, həm də ki, nə bilim, elə olmam. Boş verin, çox danışıram mən. Dərsləriniz necə gedir dostlar? Birinci yarım il bitdi, keçdi ikinci yarım ilə. Femidanın səsi gəlir. Bu blok uzun olacaq. Selam. Mənim adım Femid. Haydi. Dayanmır, niyə qoymursan mən vlog çəkim? Yazıq amma, ay Femid. Haydi, can. Ay, sənə qurban olarım. Sənə qurban olarım. Həyatım, can. Mənim güzəlim. Haydi. Can. Üşüdün. Babam üşüdü. Mama bilməsin. Sakin dur, üşümə. Sakin dur. Mama bizi öldürər. Gəldim. Saçımızı darayaq.
Neyse, bunu boş verək. İndi neyinirik? İndi neyniyək sizcə? Məncə indi gözaltı maskası uyğulayaq gözlərimizə. Gözümüzün altını nemləndirək. Daha sonra neyniyək? Heç onu da bilmirəm. Daha sonra neyniyə bilərik? Daha sonra kompüterdə olan işimi görüm. Görək neynirik. Pijamam böyle. Çok beğendim bu pijamamı. The morning mist is lingering on the shore. I see the traces of the night in your eyes. Don't say a word, just stay here a little more, while the golden sun begins to slowly rise. Softly drifting like a leaf on the stream, caught in the middle of a waking dream. Let the world go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just fade away. Our steps are silent on the dusty road. The sky is wider than it's ever been. Lay down your heart and drop the heavy load. The peaceful moments are the ones unseen. As the horizon turns to shades of red, with all the Dostlar, artıq bir saatdən çoxdur mən bilən filmə baxıram. Kinoya Muhteşem Yüzyıla. Bu maska da qurudu, onu çıxarıram. Başım ağrıdı, yuxum gəlir. Məncə azı kofe içməliyəm. Kofe hazırlayaq məncə. Kofe. Belə gözümün altı nemləndi. Bir də ki 8-ci siniflərdə yarışma olacaq. Orada da filmlər falan olacaq. Müəlliməm məndən xahiş edir ki, bir dənə film seçim, səhnədə canlandırım. Mən də deyəsən Qaraca qızı seçmişəm. Orada Ağca Xədicə var, onun anası. Yəni bəyin arvadı obrazı. Məncə çox maraqlı obraz olacaq. Onun da ssenarisini yazacağam. Belə. Keçək ingilis dili oxuyaq. The unspoken words finally said. No more rushing, no more gold to chase. Just the simple beauty of this time and space. Let the world go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just fade away. Just stay. Dostlar, oxumam bitdi. İndi isə keçirəm tapşırıq işləməyə. Bəli, yəni oxumaqla işim bitdi, yazıya keçirəm.
silence. Drifting away. İngilizce derslerimi falan bitirdim. Keçirəm ibadət eləməyə. Elə. The morning mist is lingering on the shore. I see the traces of the night in your eyes. Don't say a word, just stay here a little more, while the golden sun begins to slowly rise. Softly drifting like a leaf on the stream, caught in the middle of a waking dream. Let the world go by, we're staying right here in a quiet harbor where the water is clear, in this velvet light where the shadows play. Let the noise outside just Dostlar, deməli artıq hamamdayam, yeməyi yedim. Bakmaya yiyəcəm. O qədər yuxum gəlir ki, dözə bilmirəm də. Ona görə bakmaya yiyib yatmağı düşünürəm. Bu arada imsak çox sadə oldu, bilirsiniz niyə? Çünki mən hələ hazırlıq görməmişdim. Mən sabah hazırlıq görəcəydim də, yəni sabah axşam üçün planlamışdım bunları. Amma ay göründüyünə görə birdən-birə. Ay birdən-birə göründüyünə görə bugün boş tutmalı oldum. Yaxşı ki, oldu. Səbirsizinlə gözləyirdim. Neyse. Saçma yukarıda yiyeceğim. Solkalarım sağlık. Şimdi bir şey koymayacağım bana. Saçımı ne geçi dolaştırdım. İlahi ne geçen kitabı. Neyirəm. Dişimi fırçalayacağım. Dişlerimi fırçaladım. İndi isə bunu açabilsəm, bundan fark edirəm.
Aça bilmədim. Qalsın. in the silence. Belə. İşlərim tərtəmiz oldu. Dostlar, deməli saat 3'ə qalıb 4 dəqiqə. Mənim ödəməli olacağım səhvlər var. Onu bir dənə nəzər salaq. Our steps are silent on the dusty road. The sky is wider than it's ever been. Lay down your heart and drop the heavy load. 20 dəqiqəyə yaxındır bunu oxuyuram. Artıq saat 4'ə işləyib. As the horizon turns to shades of blue, with all the Əslində mən bayaq sizinlə rolton bişirdim. Düşündüm ki, onu atıştırmalıq kimi yiyərəm. İmsakda da geçək səhər yeməyi süfrəsi açarım. Amma doydum. Heç yemək istəmirəm. İştahım yoxdur. Heç də istəmirəm. Heç də yemək istəmirəm. Bilmirəm niyə. Məncə artıq yatmalıyam. Bilmirəm, onu da bilmirəm. Mən evimi bağlayıb yatmaq qərarına gəldim. Duamızı edək. Belə. Deməli dostlar, videomu bəyəndinizsə videoma like atmağı, kanalıma abunə olmağı unutmayın. Yaxşı ki varsınız, yaxşı ki videomu bura qədər izləmisiniz. Tutduğunuz oruçlar, etdiyiniz ibadətlər, etdiyiniz dualar hər biri inşallah qəbul olar, hər şey ürəyinizcə olar. Təşəkkür edirəm vlogumu izlədiyiniz üçün. Özünüzə yaxşı baxın. Hələlik. Bye bye.